Bir həyat hekayəsi. Sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Marnoli Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam, əziz Radio Marnoli dinləyiciləri. Sizi bugün yenədən mən Rübabə Muxtarova Radio Marnoli'nin canlı efirində salamlayıram əziz dinləyicilər. Bugünkü bizim qonağımız Sara Yusubovadır, gənc müəllimə. Salam Sara xanım, necəsiniz? Aleyküm salam, sağ olun. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Çox sağ olun, mən də təşəkkür edirəm ki, dəvətimi qəbul ediniz və gəldiniz. Özünüzü təqdim edin Sara xanım. Sara Yusubova. Marneuli İngilis Dili Mərkəzinin qurucusu. Deməli, Görarxıda doğulmuşam. Marneulinin Görarxı elində doğulmuşam. Uşaqkən Rusiyaya köçmüşük. Məktəbi orada bitirmişəm. Orada universitetə qəbul olmuşam. Sonra atam qərar verdi ki, biz geri dönməliyik. Burada yaşamalıyıq. Geri gəldik və burada yenidən mən qəbul oldum. Tbilisidə oxudum. 5 dil öyrəndim. Hətta 6-cı, 7-ciyi də denədim, amma vaxtım olmadı yaxşı öyrənməyə. Afərin sizə. Bəli. Uşaqlığınız harda necə keçib? Uşaqlığımın bir qismi Görarxıda keçib, balacaykən. Geridə qalan qismi beynimin inkişaf etdiyi, dünya görüşümün dəyişdiyi momentlər Rusiyada. Çox gözəl. Ailənizin sizin həyatınızda rolu, yəni necə təsir edib sizə ailəniz? Təhsilimə dəstək oldular. Maddi dəstək. Atam təhsil haqqımı ödəyib, xərclərimi ödəyib. Təşəkkür edirəm buradan. Yəni, bəli, maddi dəstək təhsilimə. Çox gözəl. Həyatınızda dönüş nöqtəsi olan bir hadisə varmı? Bəli, var. Dediyim kimi, Rusiyaya köçməyimiz məni tamamilə dəyişdirən. Bilirsiniz də, bizim mentalitet, onların mentaliteti, dünyam tamamilə dəyişdi ora köçəndən sonra. Fikirlərim, dünyaya baxışım, təhsilim, hər şeyim ora köçəndən sonra dəyişdi. Mentalitet olaraq tamamilə dəyişdim. Çünki uşaq vaxtı başqa, uşaq vaxt anlamırsan. Sonra artıq yeniyetməlik dövrüm orada keçdiyi üçün hər şey dəyişdi məndən ötürü. Çox gözəl. Qarşılaşdığınız həyatda ən böyük çətinlik nə olur? Onu necə aşmısınız? Bir neçə dəfə qarşılaşmışam. Yəqin ki, ən böyük çətinlik məsələ geri dönəndən sonra geri bu mentalitetə alışmaq çox çətin idi. Anlamadığım çox şeylər var. Niyə məsələ bunu etmək olmaz, niyə onu etmək olmaz? Niyə məsələ bundan bir neçə il öncə daha çox var idi məsələn, qız uşağı bunu eləyə bilməz, qız uşağı onu eləyə bilməz. Bunlar çətin, anlamadığım qaydalar var idi. Bəli. Düzdür. İndiyə qədər verdiyiniz ən önəmli qərar nə olub həyatınızda? Düzgün professiya seçmək. Ürəyinizcə. Bəli, ürəyimcə professiya seçmişəm. Çox düzgün qərar vermişəm. Nə yaxşı ki, ingilis dili öyrənmişəm. Nə yaxşı ki, həyatımı buna sərf etmişəm. Çox, yəni ən önəmli qərarım. Düşünə bilmirəm özümü başqa sferada.
çox düzgün. İlk necə başladım məsələ? Niyə bu professiyayı seçdim? Mən öz-özümə düşündüm ki, mən nə istəyirəm gələcəkdə, nə istəyirəm? Kim olmaq yox, necə bir həyatım olsun istəyirəm. Mən dedim ki, dünyayı gəzmək istəyirəm. Dünyayı gəzmək üçün ilk nə lazımdır eləmək? İngilis dili öyrənmək lazımdır. İngilis dilini öyrənərək bunu professiya kimi də etmək olar. Yəni, bəli, İngilis dilini öyrənərsəm, məsələ tərcüməçi olaram, yaxud başqa bir ölkədə karyera qura bilərəm. Onun köməkliyi ilə, dillərin ümumiyyətcə köməkliyi ilə cürbəcür ölkələr gəzə bilərəm. Və belə də oldu. Çox yaxşı qərar verdim. Lap yaxşı. Sizə ilham verən insanlar olubmu həyatınızda? Öz tanıdıqlarım, bildiklərimdən yox, oxuduqlarımdan, yaxud televizorda gördüklərimdən, dediyim kimi bu diplomatlar, tərcüməçilər, ümumiyyətcə dünyayı gəzib görən adamlara mən həmişə şeylə baxırdım. Mən də elə bir həyat istəyirəm. Mən də yəni bu necə deyim, həmişə marağım olub öz ətrafımdan kənardakı dünyaya. Onlar, yəni tam insanlar deyəmmərəm, yəni tanıdıq, bildik adamlar deyil, amma yəni ümumiyyətcə bu sferada olan adamlar. Yəqin ona görə də bu sferayı seçdim. Seçmisiniz, hə. Həyatda ən çox dəyər verdiyiniz şey nədir? Ailəm. Ailəm və yəni oğlum. Oğlum bir tərəfə, dünya bir tərəfə. Yəni məncə hər bir ana üçün belə olmalıdır. Əgər sən bir uşaq dünyaya gətiribsənsə, ilk növbədə olasıdır. Gerdə qalan hər şey sonra, ondan sonra gəlir. Çünki bunu seçim olaraq sən ana olmağı seçibsənsə, o öndə gəlməlidir, gerdə qalan sonra. Amma şükür ki, mən ikisini də bir yerdə bacara bilirəm, şükür. O da bəyənirmi İngilis dilini? Öyrənirmi? Öyrənir, amma mənim qədər həvəsli deyil, təəssüf ki. Amma anlayır ki, yəni artıq İngilis dilsiz dünya yoxdur. Onu önəmini anlayır. İnşallah ki, öyrənər, daha yaxşı öyrənər. Amma bilir biraz. Hə, lap yaxşı. Sizi ayaqda tutan əsas prinsip nədir? Cəsarət dərdim, risk almaq, cəsarət, məsələn, bir istədiyim şeyi, bütün riskləri gözə alaraq onu əldə eləmək üçün gedirəm. Yəni məqsədinizə çatmağı xoşlayırsınız, risk eləmək. Bəli, risk eləmək, cəsarət. Məsələn, gözü yumulu risk eləmək, bir şeyi əldə eləmək üçün risk eləməyi bacarıram. Cəsarət, məsələ, nəyə deyirəm? İstədiyim şeyi deyə bilmək, istədiyim şeyi edə bilmək, cəsarəti. Cəsarətli üçün risk etməyi xoşlayırsınız. Xoşlayıram deməyək, edirəm əldə eləmək üçün. Bəli, riskə gedən biriyəm. Hal-hazırda yəni nə ilə məşğulsunuz? Siz qeyd elədiniz bu sahəyə necə gəldiniz? Yəni İngilis dili müəlliməsiniz, amma mən bilirəm ki, sizin desin özəl məktəbiniz də var. Yəni bu barədə biraz. Deməli, bu mərkəzi qurmaqdan öncə bir neçə işlər denəmişəm, hətta fərqli ölkələrdə. Məsələn, Antalyada tərcüməçi olaraq işləmişəm. Tiflisdə fərqli şirkətlərdə işləmişəm. Həm tərcüməçi idim. Hətta universitet illərində başlamışdım işləməyə. Çünki həmişədən ayaqlarımın üstündə durmağı məqsəd qoymuşdum özümə ki, mən mütləq özüm öz ayaqlarımın üstündə duracağam. İşim olacaq, özümün maaşım olacaq. Fərqli işlər, dediyim ki, hətta satış meneceri bilə işlədim Türk firmasında, amma o mənlik deyil. Mən anladım ki, mən heç vaxt yaxşı satışdan mən bacaran iş deyil. Təbii ki də davam etmədim o işə. Tərcüməçilik etdim və bəyəndim. Amma tərcüməçilik elə işdir ki, stabil bir şey deyil. Yəni tərcüməçi
məsələ hansısa görüşlərə çağırılırsan tərcümə etmək üçün. Amma o bəlli deyil o görüşlər nə vaxtdan bir olacaq, olacaqmı, olmayacaq. Bu bir stabil iş deyil. Ona görə dərs deməyə keçdim. Dərs deyəndə anladım ki, mən nə qədər xoşum gəlir başqalarını ingilis dilinə öyrətməyə. Yəni ona qədər bilmirdim ki, bu elə yaxşı, mən sevdiyim bir iş olar. Başlayandan sonra, nəticəyi görəndən sonra bu məni xoşbəxt etməyə başladı və mən öz işimdən məmnun, ləzzət almağa başladım. Amma bunu məktəbdə etmək asan deyil. Məktəbdə çox çətindir bu yeni metodları tətbiq eləmək ki, məsələn, mən çox dili öyrədərkən speakingə çox önəm verirəm. Danışdırmaq, qulaq asmaq, baxmaq. Məktəbdə uşaqlar bildiyiniz kimi uşaqların motivasiyası, ümumiyyətcə uşaqların tərbiyəsi, motivasiyası bu saatki dövrdə çox pisdir. Müəllimə qulaq asmırlar, dərs oxumaq istəmirlər, sırf vaxt keçirmək üçün gəlirlər məktəbə. Bunu orada tətbiq eləmək çox çətindir. Deməli, məktəbə düzəlməzdən öncə də mən Amerika səfirliyinin proqramında çalışmışam 6 il, Access Micro Scholarship Program. Orada biz uşaqlara pulsuz dil öyrədirdik, ekskursiyalar, treninqlər, yəni 2 ildən bir dəyişirdik o uşaqları və o Amerika səfirliyinin təşkil etdiyi bir çox beynəlxalq konfranslarda iştirak etdim, treninqlərdə iştirak etdim. Müəllimlik bacarıqlarımı inkişaf elətdirdim, müasir metodlardan istifadəyi öyrəndim və bunu işimdə tətbiq etdim. Şükür, çox da uğurla nəticələndim. Lap yaxşı. Sonra qərar verdim ki, öz mərkəzimi açım və sevdiyim işlə məşğul olum. Lap yaxşı. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Boş vaxtım yoxdur. Boş vaxtım yoxdur. Amma vaxt tapsam ki, bu çox redka olur, amma vaxt tapsam film izləyərəm. Nauçnaya fantastik nədir Azərbaycanca? Elmi fantastik janr ən sevdiyimdir. Elmlə bağlı bu fantastika. Vaxt tapsam ya seriala baxaram o janrda, yaxud film izləyərəm. Lap yaxşı. Gələcək üçün hansı planlarınız, arzularınız bəlkə olar? Planlarım yəqin ki, qurduğum işi, mərkəzimi böyütmək. Arzu isə arzular çoxdur. İnsanın arzusu bitməz ki. Yəqin ki, ən önəmli arzum daha çox ölkə görmək, daha çox səyahət eləmək, ümumiyyətcə dünyayı kəşf eləmək, başqa dünya, yəni bizdən fərqli olan dünyaları görmək. Yəqin ki, yəni bunu eləmək asan deyil. Çox gözəl arzulardır. Bəli. Arzu, xəyaldır. Allah arzunuza çatdırsın. Bir də yəqin ki, maraqlı gələr insanlara. Bir dənə balaca dağ evim olsun istəyərəm. Mən dağlara heyran biriyəm. Dağların o möhtəşəmliyinə, dağların sonsuzluğuna. Biz ki, insanlar gəlirik, gedirik, onlar amma həmişə durur, bütün görür bizim ya doğulduğumuzu, öldüyümüzü əsrlərlə. Dünya, həm də. Bəli, mən dağlara heyranam deyə istərəm qocalığım. Bir balaca 2 otaqlı dağ evim olsun, qocalığım orada keçsin. Çox gözəl arzudur. Yəni, əlbəttə ki, siz özünüz də gəncsiniz, amma daha gənc nəslə, məsələn, sizin tövsiyəniz, nəsihətiniz nə olardı? Özlərini axtarsınlar, yəni öz bacarıqlarını tapsınlar, hansı sferada daha yaxşıdırlar, onu etsinlər. Çünki
Əgər insan öz işini sevməzsə, o həyat cəhənnəmə çevrilər. Bəli, hamı istəyir pul qazansın, hamı istəyir ki, materialistik dünya, bilirsiniz ki, sosial mediada fake dünya yaranıb, insanlar olmadığı həyatının gözəl tərəfini paylaşır, pis tərəfini paylaşmır və gənclər elə bilir ki, həyat elə oradakından ibarətdir, reallıq, amma başqadır onun, məsələ, qaranlıq tərəfini o sosial şəbəkələrdə heç kim paylaşmır, elə blogerlər olsun, influencerlər olsun və gənclər o həyatı arzulur, onların yaşadığı, məsələ, bu bahalı maşınlar, telefonlar, hədiyyələr, səyahətlər, bilməm nələr, amma onlara aldanıb, məsələ, yanlış yola getməsinlər. Çünki onu görüb, onu istəyirlər. Bu, onları əldə edə bilməyəndə depressiyaya salır və yanlış yönlərə gedə bilərlər. Aldanmasınlar. Axı, onun yalancı tərəfi də var. Ona görə, əgər sevdiyin işi seçərsən, o işdə uğurlu olacaqsan, o zaten sənə pul qazandıracaq. Və o istədiyin həyatı əldə edə bilərsən. Düzdür. Əgər məsələn geriyə dönsəydiniz, nəyi fərqli edərdiniz həyatınızda? Nəyi fərqli edərdim? Dediyim kimi, professiya seçimimi çox doğru eləmişəm. Professiyamı dəyişdirməzdim. Yenə ingilis dilini seçərdim. Yəqin ki, indi risk elədiyim, indiki riskliyəm, məsələ, istədiyimi sonuna qədər gedirəm. Onu daha öncə, məsələ, 15 il bundan öncə, 10 il bundan öncə elə riskli olsaydım, yəqin nə qədər 10 il, 15 il irəli düşmüş olardım. O zamanlar çəkindiyim, edə bilmədiyim ki, bu addımlar indiki edə bilərəm rahatçılıqla, əminlik var. Yəqin ki, o zaman edərdim çəkinmədən. Lap yaxşı. Bəlkə həyatınızda elə bir hadisə, elə bir hekayə var ki, bizimlə paylaşmaq istəyərdiniz, Sara xanım? Yəni, dinləyicilərlə paylaşardınız. Hekayələr çoxdur. Yəni, məncə, hər kəsin həyatında Təbii ki, hekayələr var. Bəli. Amma konkret hekayə axılıma gəlmir. Yəqin ki, səyahət zamanı, oğlumla mən səyahətlər ediləndə başımıza gələn maraqlı hadisələr. Birini danışın. Məsələ, çoxdansın, birini axlıma gətirə bilmirəm, amma belə səyahət zamanı maraqlı şeylər olur. Başımıza gələn, istər gülməli, istər maraqlı, yadda qalan hadisələr olur. Konkret indi axılımda yoxdur, belə olur. Bəli. Hə, lap yaxşı. Yəni, belə bir hekayəniz yoxdur. Yəni, ağlınıza gəlmir. Genel bir şey deyə bilərəm. Məsələn, nə danışa bilərəm? Həyat təcrübəmdən irəli gələn maraqlı bir şey deyim ki, məsələn... O daha maraqlı olardı məncə, həyat təcrübənizlə, məsələn. Mənim həyat təcrübəm mənə nə göstərdi? Asla kimsəyə güvənmədən öz işini özün gör. Sənin yerinə heç kim bu işə edəsi deyil. Öz əməyinə güvən, öz təcrübə. Təcrübə dərkən, təcrübə həyatla, çətinliklərlə gəlir. Heç kim indiki halına boş belə havadan gəlməyib. Məsələ, kiminsə uğurlu həyatı üçün miras qalanlar var, kiminsə də atadan, anadan nəsə keçənlər var. Bunlar yəqin 100%-dən 2-3%-dir. Lap 10% olsun. Geridə qalan insanlar yalnız öz əməyinə güvənəsidir. Kimsə sənə söz verə bilər ki, hə, belə olar, gəsək. Amma aslında yalnız özünə güvənməlisən. Mənim həyatım bunu göstərdi ki, mən yalnız özüm etmişəm hər şeyi. Bax, öz işini özün gör, kimsəyə güvənmə, yalnız öz əməyinə güvən. Bu mənim, yəni, keçdiyim həyatdır. Düzdür.
Çox sağ olun Sara xanım. Siz sağ olun. Yenə də deyirəm ki, çox sağ olun. Mənim dəvətimi qəbul ediniz, gəldiniz. Sağ olun Öz dəvət necə- etdiyiniz üçün. Öz həyatınızı, yəni ki, bizimlə bölüşdünüz. Çox sağ olun. Yəqin ki, nə vaxtsa yenə də görüşərik. Bəli, ola bilər. Siz dəvət edin, biz gələrik. Əziz Radio Manoli dinləyiciləri, bugünkü bir həyat hekayəsi radio proqramının qonağı Sara Yusubova idi. Əziz dinləyicilər, belə bir elanımız olacaq. Əgər təbrik mesajlarınız varsa, biz onu mütləq canlı efirimizdə səsləndirə bilərik. Siz bu nömrəyə müraciət edə bilərsiniz. 557 99 44 15. Biz mütləq sizin təbriklərinizi yaza bilərik, deyə bilərik. Çox sağ olun diqqətinizə görə. Gələn görüşlərdə sizinlə görüşənədək sağ olun, sağlıqla qalın.